və biz yaxşı xatırlayırıq ki, Azərbaycanın ən istedadlı cavanlarını, oğlan və qızlarını keçmiş SSR-nin ən qabaqcıl ali məktəblərinə təhsil almağa yollayırdı. Və o zaman, Natəvan xanım, siz yaxşı xatırlayırsınız o zamanı daha doğrusu. Çünki elə siz də o zamanın belə deyək yetişdirməsiniz və bayaqlar mənim proqramımızın əvvəlində dedim ki, siz Heydər Əliyevin tərəfindən hətta mükafata layiq görülmüşsünüz. Və istərdim, bax, bu məsələyə münasibət bildirəsiniz. Birincisi, formasiyaların keçidində cavanların rolu, onların missiyası və nəhayət onların özlərinin vətənə verə biləcəkləri töhfələr. Bugün Ulu Öndəri böyük bir ehtiramla, böyük bir rəhmətlə anırıq və bu ehtiramı da, bu rəhməti də Ulu Öndər özü qazanmışdı. Bütün fəaliyyəti ilə, görk olan həyatı ilə, örnək olan taleyi ilə Heydər Əliyev bu durumu özü təmin etmişdi. Və sizin qeyd etdiyiniz kimi mənim gənclik illərim və ən böyük uğurlarım məhz Heydər Əliyevin hakimiyyətdə olduğu həm birinci dönəmdə, həm ikinci dönəmdə bu illərə təsadüf eləyir. Və mən ta orta məktəbdə oxuyanda çox böyük çıxışları olurdu, siz xatırlayırsınız yəqin ki, və saatlarla o çıxışa qulaq asırdım. Hətta bəzən onun üçün danlanmışam da ki, sən oradan nə başa düşürsən, nə qanırsan, 3 saatdır sən televizora baxırsan və eyni çıxışa qulaq asırsan. Amma niyəsə o mənə çox böyük bir zövq verirdi və mən illər keçəndən sonra özüm universitet müəllimi kimi fəaliyyət göstərəndə bildim ki, onun natiqliyi məni cəlb eləyirmiş. Yəni, onun dediklərini dərk etməkdən daha öncə, onda mən çox aşağı siniflərdə oxuyurdum. Demək, onun natiqliyi məni cəlb eləyirmiş. Və beləcə o mənim liderimə çevrildi. Ta o dövrlərdən. Və mən Heydər Əliyevi mütləq lider hesab eləyirəm. Mən onun haqqında bir yazı yazmışdım və o yazının adını Gerçək lider qoymuşdum. Tofiq müəllim, bilirsiniz, bütün liderlər rəhbər olur, amma bütün rəhbərlər lider olmur. Bu çox ciddi məsələdir. Və lider təkcə o şəxs deyil ki, o çətin proseslərdən baş çıxarda bilir, ən kritik dövrlərdən çıxış yollarını müəyyən eləyir və toplumu ətrafında toplaya bilir, arxasınca apara bilir. Təkcə bu lider deyil. Lider həm də o şəxsdir ki, lazım gələndə o özü situasiya yarada bilir. Situasiyadan çıxış yollarını müəyyən eləyir, hədəf nöqtələrini götürür və ora istiqamətlənir. Ona tabi olan insanları ardınca apara bilir, onları özünə inandıra bilir və son hədəfə ulaşa bilir. Yəni, bu şəxslər liderdir və Heydər Əliyev şəksiz lider idi, mütləq şəkildə lider idi. Eyni zamanda lider ən doğru və ən düzgün zamanda qərar qəbul eləyən şəxsdir ki, o qərarı qəbul eləyir və o qərarın həyata keçirilməsinə axıra qədər nəzarət eləyir. Yəni, onun tabeliyində olan insanlar onun qərarlarını yerinə yetirirlər. Bax, bu mənada da Heydər Əliyev lider idi. Və mütləq lider bir də o şəxsdir ki, o təkcə siyasətçi deyil, təkcə dövlət xadimi deyil, təkcə politolog deyil, təkcə, necə deyim, siyasi xadim deyil. O, həyatın bütün sahələrini görə bilir. Mədəniyyətin də ona aidiyyəti var, sənətin də ona aidiyyəti var, ədəbiyyatın da ona aidiyyəti var. Bax, o şəxslər mütləq lider ola bilirlər və heç kəs mənim bu sözümdə bir zərrə də, yəni... Bir pafos görməsin. Pafos görməz ki, bu belədir. Yəni, hətta Heydər Əliyevin kiminsə ürəyində ondan bir nöqsan tapmaq istəyən adam da bilər ki, mən bu dediklərim düzdür. Əlbəttə, Natəvan xanım. Çünki o mütləq şəkildə lider idi. Və mən, buyurun. Buyurun. Və mən onun mədəniyyətə olan qayğısını, mədəniyyətə olan diqqətini çox erkən gənclik yaşımda hiss eləmişəm. 99-cu ildə o Azərbaycan istedadlı gənclərinə ayrıca təqaüd təsis eləmişdi və bəlkə heç bu təqaüdün də çox dövlətlərdə tay bərabəri yoxdur, analogu yoxdur. Bu çox
fərqli bir şey idi. Dövlət rəhbəri istedadlı gənclərə 1 milyon manat o dövrçü pulla, o biz Şirvan və Məmmədəmin dediyimiz vaxtlar var idi. Təsəvvür eləyin ki, bir bağlama Şirvan verirdilər. 1 il ərzində bunu verdilər. Amma heç onun üçün mən heç çaba sərf etməmişdim. Heç onun üçün heç kəsdən xahiş eləməmişdim. Heç təsəvvür də eləməzdim ki, bu mənə verilə bilər. Bəli, Nalan xanım, indi siz o dövrü mənim də yadıma salırsınız. Bilirsiniz, məhz Heydər Əliyevin elə xidmətlərindən də biri o idi ki, bizim Azərbaycanda milli pul vahidlərimizə olan münasibəti dəyişdi. Və biz artıq qürurla deyirik ki, bəli, manat bizim milli valyutamızdır və onun da özünün çox çətin bir dönəm idi. Biz o dönəmdən də keçdik, elədir. Tamamilə doğru dediniz, xronoloji ardıcıllıqla biz həmin dövrə baxsaq, yəni sizin dediyiniz kimi həmin o cəfəng dövr bir sıra keyfiyyətlərindən və o özündən sonraki dönəmi gətirdi və o dönəm heç də səhvlərinlə ondan babət deyildi. Yəni, ikinci bir dönəm isə Sovetlərin çöküşü ərəfəsinə təsadüf eləyən və Azərbaycanda bir xaos dövrü yarandı 90-larda, 20 yanvar hadisələrindən əvvəl və sonra. Demək, o dövrdə çox populist çıxışlar, planlaşdırılmamış siyasət, hədəflənməmiş istiqamətlər var idi. Və mən şəxsən nəyi demək istəyirəm? Məsələn, bayaq müəllim çox gözəl qeyd elədi. Ən adicə region dövlətlərə münasibətdə nə qədər səhvlər var idi. Və mən həmin dövrdə, elə bil ki, 1995-ci ildə çox az yaşım vardı, hələ heç 35 yaşım yox idi mənim. Demək, təsəvvür eləyəm, mən İrana verilən verilişlərin, beynəlxalq radioda İrana verilən verilişlərin şöbə müdürü təyin olundum. Və burada da dolayısıyla Ulu Öndərin bir dəstə xəttini bəlkə də hiss eləyirəm. Çünki nəyə görə? O dövrdə çox səhv bir İran siyasəti var idi və onu Ulu Öndər bir kurs kimi təsəvvür eləyən Xarici İşlər Nazirliyindən ta Azərbaycan Beynəlxalq Radiosuna qədər nizamlayıb, proqramlaşdırmışdı və orada da hər şeyi dəyişdilər. O cümlədən məni gənc kimi ora təyin elədilər. O necə oldu, heç onu özüm də bilmirəm. Amma onu bilirəm ki, 95-ci ildə bu mənim həyatımda baş verdi. Və təşəkkür eləyirəm əlavələrinizə görə. Və demək 95-ci ildə mən ilk dəfə Heydər Əliyevi görmək mənim taleyimə düşdü. Bu necə oldu? Doktor Cavad heyətin Bakıda Milli İlmlər Akademiyasının rəyasət heyətinin binasında yubileyi keçirilirdi və o mənə şəxsən bir dəvətnamə verdi. Cənab doktor, Allah ona rəhmət eləsin. Allah rəhmət etsin. Dəvətnamə verdi və verəndə də dedi ki, qızım, bu 2 nəfərlikdir. Kimlə istəsəz gələ bilərsiniz. Və mən bunu çox məmnuniyyətlə qəbul elədim və həmin gün, 1-2 gün sonra, həmin tarixdə Akademiyanın rəyasət heyətinin binasına getdim. Mən ailə üzvümlə getdim. Orada məlum oldu ki, bəs ancaq kimlərin siyahıda adı varsa, onlar içəri buraxılacaq. Mən əvvəl biraz tutuldum, sonra gördüm ki, yox, çox tanınmış kişi qonaqlarını da xanımını buraxmadılar. Onları gözləmədə oturmağa təmin elədilər və zala ancaq siyahıda adı olan adamları keçirdilər. Bir xeyli keçdi və birdən pıça-pıç başladı ki, bəs tədbirə Heydər Əliyev qatılacaq. Bu çox böyük olmayan bir zaldır, bunu görənlər bilir və biz gözlədik. Heydər Əliyev necə gəldi, o necə yerişiydi, o necə xarizma idi, bu yəqin çoxlarına məlumdur və öz heyətinlə gəldi, oturdular zalda və Tofiq müəllim çox heyrətamiz bir məqamı mən sizə deyəcəm və ta o vaxtdan mən İrana verilən verilişlərin şöbə müdürü işləyərək bu siyasi məsələlərin içində oldum və hər dəfə Heydər Əliyevin o tədbirdəki çıxışı, hərəkətləri, hamısı, hərəsi bir dəfə mənim üçün daha başqa bir mənada yadıma düşürdü. Demək, necə oldu? Doktor Cavad heyətin yubileyində Heydər Əliyev, onun Instagramları durur, yazıları durur şübhəsiz ki, hətta radionun arxivində onu mən bütövlükdə yazmışdım tədbiri, buradan yazı maşını verilmişdi. Demək, necə oldu? Ədəbiyyatdan daxil oldu Tofiq müəllim.
bütün siyasi məsələlərdə demək istədiklərinin hamısını dedi. Hətta o vaxt İranın Azərbaycandakı səfiri o tədbirə qatıldı. Beqdili idi onun soyadı. O da gəldi ora və ona da öz sözlərini dedi, hətta zarafat elədi. Dedi ki, cənab Beqdili Azərbaycan dilində də danışa bilər, çünki o özü də türkdür. Amma o şübhəsiz ki, protokol qaydalarına uyğun olaraq farsça danışdı və onun həyəcan keçirməyi, qızarmağı, belə cavan adam idi. Mənim üçün müəmma idi ki, o niyə o qədər belə özünü itirəcək qədər oldu. Amma sonralar bildim ki, dərk elədim bu işlərlə məşğul olandan sonra ki, orada Heydər Əliyevin dediyi bütün cümlələrin siyasi yükü var imiş. Bütün cümlələrin siyasi çəkisi var imiş və orada mesajlar var imiş ki, həm o dövlət o mesajı götürürdü, həm o səfir rəsmi nümayəndə kimi onları alırdı, amma cavab verə bilmirdi, vermirdi. Sadəcə həyəcan keçirirdi. Amma Heydər Əliyev sonra tədbir qurtarmamış, eyni möhtəşəm addımlarla zalda salamlaşdı və tərk elədi. Sonra ədəbiyyat hissəsi daha çox davam elədi tədbiri. Amma o mənim yaddaşıma yazıldı. Mən ilk dəfə Heydər Əliyevi şəxsən onda gördüm. Buyurun. Bir kəlmə əlavə eləmək istəyirdim. Bəyəfəndinin dediyin fikrin davamı kimi. Məhz bizim 44 günlük vətən müharibəsində də qələbələrimizin təməlində Ulu Öndərin həm iqtisadi, həm siyasi, həm hərbi, həm diplomatik siyasətinin təməli vardı və İlham Əliyev onu niyə məhz Heydər Əliyevdən daha yüksək mərtəbəyə qaldıra bildi? Çünki İlham Əliyevdə 3 keyfiyyət vardı. Bunun biri onda genetik-qanın olmasıdır, biri atadan görməsidir. Deyir ki, usta oğlu şəhərdə olmaz, bu bir el məsələdir. Bir də məhz təhsilinin diplomat olmasıdır. Hər üçü birləşdi ki, biz sizin dediyiniz kimi o dəmir yumruq havaya qalxdı və biz müzəffər olduq.